Aygun xanım, xoş gəlmisiniz. Hoş gününüz olsun. Deməli, biz 2 ay bundan öncə Aygun xanıma göz üstü gözaltı və eyni zamanda qaş qaldırma əməliyyatı icra etmişdik. Aygun xanım razı qaldı. Təbii ki, razı qaldım. Mükəmməl bir nəticədir. Göz qabağında izləyicilərimiz də özləri görəcəklər. Yəni aradakı fərqi özüm belə deyək, çox bəyənirəm. Yüksək bir nəticə var. Yəni bunu xoş olsun deyə demirəm. Kimsə düşünməsin ki, bunu reklam xatirinə edirəm. Heç bir reklamı yoxdur və belə deyək, tam əminliklə, yəni bir ictimaiyyətçi xanım kimi, bir video bloger kimi həmişə istəmişəm ki, gözəl olum. Yaşın fərqi yoxdur. Hər yaşda xanımlara istəyir bəylər olsun. Bu belə görünüşdən kompleks yaşayan hər kəsə tövsiyə edirəm ki, yararlansınlar və mən çox bəyənirəm və nəticəni də görürsüz. Əməliyyatda heç bir belə deyək, iz yoxdur. Qaşda bir balaca var. O da müəyyən vaxtdan sonra hər təzə olduğuna görə 2 aydır. O da müəyyən vaxtdan sonra yəqin ki, tədricən gedəcək və bizim həkimimiz elə bir həkimdir ki, yüksək nəticədən tam olaraq pasientlərimiz əmin olana qədər və tam razı olana qədər və bizə qaranti verir ki, mən öz işimin cavabdehiyəm. Mən bunun üçün də təşəkkür edirəm. Bu əsas budur. Yəni belə deyək. Həmişə gözəllikdə. Təşəkkür edirəm. Başqa xanımlara məsləhət görərsiniz? Təbii ki, mən başqa xanımlara tövsiyə edirəm. Yəni hardasa yüksək fiyata aldanmasınlar. Yüksək nəticəyə belə deyək, nəticədən yararlanmaq istəyirlərsə, məhz həkimimizin, gənc həkimimizin Əhməd doktor yanına gəlsin. Kimsə yenə deyirəm, düşünməsin ki, reklam xatirinə eləyirəm və belə deyək, nə həkimi məndən asılacaq yoxdur, nə də mənim həkimdən asılacağım yoxdur, amma mən xanımların nəticə gözəldir. Heç bir iz yoxdur. Göz altında, yaxından bilmirəm, yaxınlaşdırın, orada da görərsiniz ki, heç bir iz yoxdur göz altında. Bir də həm estetikdən, həm də ki, mənim özümün gözümün altında həkim bilir ki, grijalar var idi. O məni çox narahat edirdi. Həm zahiri görünüşümlə yanaşı, səhhətimdə də müəyyən problemlər yaradırdı. Elə hamısını həkim birində elədi. Həm zahirimin, həm də ki, mənim narahatçılıq verən o komplekslərdən. Eyni zamanda vurğulayım ki, Aygun xanım Akstava şəhərindən gəlibdir. Bəli. Həmişə gözəllikdə. Təşəkkür edirəm, minnətdaram, var olasınız. Sağ olun. Sağ olun.